Salam əziz izləyicilər, bu videoda DİM-in 20 sınaq toplusundan 4-cü qrup üzrə 12-ci sınağı izah edəcəm. Bu sınaq ümumi sınaqdır. Başlayırıq birinci sualdan. Eylerven diaqramına uyğun bəndləri müəyyən edin. Ortofosfat və pirofosfat turşuları haqqında danışacağıq. Ortofosfat H3PO4-dür, pirofosfat H4P2O7-dir. Termiki parçalanır. Bu hər ikisinə aiddir. Ortofosfatı termiki parçalasaq, pirofosfat və su alınacaq. Pirofosfatı termiki parçalasaq, metafosfat və su alınacaq. Yəni birinci müddəa hər ikisinə uyğun gəlir. Molekulunda 2 pi rabitə var deyir. Bunu bilmək üçün biz açıq qrafik formullar yazmalıyıq. Ortofosfatın 3 hidrogeni, üçü də öncə oksigenə, sonra həmin oksigenlər mərkəzi atoma, yəni fosfora birləşirlər. Digər bir oksigen isə 2 qat rabitə ilə mərkəzi atoma birləşir. Pirofosfatda 4 hidrogenin 4'ü də öncə oksigenə birləşirlər. Sonra həmin oksigenlər mərkəzi atom olan fosfora, burada 2 fosfor var, ona görə 4 oksigeni 2 fosfor arasında bərabər bölürük. Yerdə qalır 3 oksigen. Onları da bu şəkildə, birini ortaq, digərlərini isə hərəsini bir fosfora 2 qat rabitə ilə birləşdiririk. Gördüyünüz kimi ortofosfatda 1 pi rabitə var. Pirofosfatda 2 pi rabitə var. Ona görə ikinci müddəa gedir 2-yə. 3-də deyir P2O5-in qaynar su ilə reaksiyasından alınır. P2O5-in su ilə 3 cür reaksiyası var. 0 dərəcədə alınır HPO3, yəni metafosfat. 20 dərəcədə H4P2O7, yəni pirofosfat və 100 dərəcədə də H3PO4 ortofosfat alınır. Qaynar su 100 dərəcə götürüləcək. Buradan ortofosfat alınır. 3-cü müddəanı 1-ə yazırıq. Və 4-də deyir fosforun oksidləşmə dərəcəsi müsbət 5-dir. Gəlin baxaq. Məsələn, ortofosfat. Hidrogenə 1, oksigenə mənfi 2, fosfora da X desək. 3 hidrogen var, müsbət 3, 1 fosfor var. X, 4 oksigen var, mənfi 8 bərabərdir 0-a. X müsbət 5-ə bərabərdir. Pirofosfatda da yenə eyni qayda ilə hidrogenə müsbət 1, oksigenə mənfi 2, fosfora da Y desək. 4 hidrogen var, müsbət 4, 2Y var, 2 dən fosfor var, 2Y, 7 oksigen var, mənfi 14 bərabərdir 0-a. 2Y 10-a, Y-dan müsbət 5-ə bərabərdir. Yəni, bu müddəa hər ikisinə aid olacaq. Cavab C variantıdır. İkinci sualda alifatik doymuş monoaminlər verilib, X, Y və Z. Karbon atomlarının sayı 3-də də 3 ədəddir. Metil radikallarının sayını tapmalıyıq. Və bizə deyir ki, aminlərin əsasi xassəsinin artma sırası X kiçikdir, Z kiçikdir, Y şəklindədir. Burada biz molekullardakı radikallar birli radikallardır deyir. A, B, C-ni müəyyən etməliyik. Aha. Deməli, əgər əsasi xassənin artması X kiçikdir, Z kiçikdir, Y şəklindədirsə, Y maddəsi metil radikallarının çox olduğu maddədir. Yəni, üçlü amindir. Trimetil amin. Bu şəkildə. Sonra Z gəlir. Radikalların sayını azaltdıqca bu maddələrdə əsasi xassə də azalmış olacaq. Z-in tərkibində 2 radikal olsun. Biri metil olsun, biri etil olsun. Və X maddəsinin əsasi xassəsi ən azdırsa, bunu da propil götürə bilərik. Yəni, bir radikal olsun, birli amin olsun bu. İndi bizə A, B, C-ni tapmaq tapşırılır. X-da A-dır. Bir radikal var. A bərabərdir 1-ə. Sonra Y-da 3 radikal var gördüyünüz kimi. Yəni B bərabərdir 3-ə. Və Z-də də 2 radikal var. Metil və etil. Deməli C də bərabərdir 2-yə. 1, 3, 2. Cavab Y variantı uyğun gələcək. Keçirik 3-cü suala. N bölünsün N bərabərdir 3 olan metal YOX birləşməsində iyon rabitələr bütün rabitələrin 37,5%-ni təşkil edirsə, N, M və X-i müəyyən edin deyir.
Əgər n bölünsün m3-ə bərabərdirsə, bu maddə metal 3 YOX maddəsidir. Yəni 3 metal kationu var. Bir də turşu qalığı var YOX. Yəni n-i tapdıq 3, m-i tapdıq 1. Cavab A ola bilər, C ola bilər. Vəssalam, A ilə C arasına baxacaq. İndi ion rabitələr 37.5% təşkil edirsə. Gəlin belə eləyək. Bəlli məsələdir ki, bu necə deyək, 3 valentli bir turşu qalığına oxşuyur YOX. Yəni buradakı metal atomları 1 valentlidirlər və bu metal atomları öncə oksigenə, sonra gəlib Y-a birləşirlər mərkəzi atoma. Belə olan halda, yox, belə olmaz. Məsəl üçün X-i 4 götürsək, A variantında X-i 4 veriblər axı. X-i 4 götürsək, burada 8 rabitə olur quruluşa əsasən. 8 rabitədən 3-ü ion rabitəsidir və 8-də 3-ü faizə çevirsək, olacaq elə 37.5%. Yəni A variantında doğru seçim etmişik. Dördüncü sualda deyir ki, hansı reaksiyadan alınan bütün maddələr xlor ilə qarşılıqlı təsirdə olur? A variantından kalsiyum, karbidin su ilə reaksiyası nə alınır? Kalsiyum hidroksid və asetilen. Baxaq görün. Xlorun kalsiyum hidroksidlə reaksiyası var. Bəli. Buradan xlorlu əhəng və ya ağardıcı əhəng qarışığı alınır. Plus suda yazaq. Bəs asetilen, yəni C2H2 xlorla reaksiyaya girirmi? Bəli, özü də maksimum 2 mol xlorla reaksiyaya girə bilir. Bu zaman 3 qat rabitə qırılır və hər karbona 2 xlor atomu birləşir. Hidrogenləri unutmayaq. Onları da yazaq. Aha. Cavab elə A variantıdır. Məsələn, B variantından alınan azot xlorla reaksiyaya girməz. C-dən alınan oksigen xlorla reaksiyaya girməz. Həmçinin D-dən də oksigen alınır, Y-dən də azot alınır. Bu maddələrin xlorla reaksiyası yoxdur. 5-ci sualda nə deyir? Hansı ifadələr doğrudur? X və Y maddələrini tapmalıyıq öncə. 2 reaksiyamız var. CH3OH mis 2 oksidlə reaksiyaya daxil olur. Bu zaman mis alınır, su alınır. Bir də aldehidlərin ilk nümayəndəsi olan formaldehid alınır. Bu X maddəsidir. Sonra həmin formaldehid, digər adı ilə buna qarışqa aldehidi və yaxud metanal da deyə bilərik. Gümüş bir oksidin amonyakda məhlulu ilə reaksiyaya daxil olur və buna biz gümüş güzgü reaksiyası deyəcəyik. Nəticədə alınır qarışqa turşusu. Digər adı ilə metan turşusu və ya formiat turşusu plus 2 mol gümüş çökür qabın dibinə. Bu da oldu Y maddəsi. İndi müddəalara baxaq. 1. Y natrium ilə reaksiyaya daxil olur. Bəli. Qarışqa turşusu aktiv metal olan natriumla təbii ki, reaksiyaya daxil olaraq duz əmələ gətirəcək. 2-də deyir, X adi şəraitdə mayedir. Xeyr, formaldehid qaz halındadır. 3-də X və Y molekulunda karbon atomunun 3 sp2 hibrid orbitalı var deyir. Bəli, həm formaldehiddə, həm də formiat turşusunda bu karbon atomları sp2 hibridləşməyə malikdirlər və biz bilirik ki, hər sp2 hibridləşmədən 3 sp2 hibrid orbital alınır. Ona görə 3-cü müddəanı düz götürəcəyik. 4-də deyir, X polimerləşmir. Xeyr, polimerləşir. N mol X götürdükdə, yəni formaldehid götürdükdə, temperatur və katalizator iştirakında belə bir polimer əmələ gəlir. Poliformaldehid, yəni 4 səhvdir. 1 və 3 doğrudur. Y variantı. 6. Maddələr tərəziyə əlavə olunduqdan sonra tərəzinin tarazlığı pozulmursa deyir, metalların ilkin qarışığında misin kütlə payını hesablayın. Görürük ki, tərəzinin gözlərində kütlələri bərabər olan xlorid məhlulu var. Hər iki gözündə. İndi deyəcəksiniz ki, kütlələrinin bərabər olduğunu hardan bilirik? Axı yazılmayıb kütlələrin bərabər olduğu. Yazılmayıb, amma məntiqlə bilirik. Çünki tərəzidə tarazlıq var. Tarazlıq varsa deməli xlorid məhlullarının kütlələri bərabərdir. Birinci gözə 60 qram
metal qarışığı əlavə olunur. İkinci gözə 57 qram natrium hidroksid əlavə olunur. Amma çox qəribədir ki, tarazlıq pozulmur. Tarazlıq niyə pozulmur görəsən? Tarazlıq ona görə pozulmur ki, birinci qabdan 3 qram qaz ayrılır. 57 qram qalır. İkinci qabdan isə heç bir qaz ayrılmır. Ona görə tarazlıq pozulmur. İndi baxaq görüm. Birinci qabdan 3 qram qazın ayrılmasına səbəb olan reaksiya hansıdır? Xloridlə mis reaksiyaya daxil olmur, amma alüminium daxil olur. Mis passivdir, alüminium orta aktiv. Və alüminiumun xloridlə reaksiyasından ayrılan qaz hidrogen qazıdır. Əmsallaşdırsaq, bu şəkildə əmsallaşdıracağıq. Və indi biz tapmalıyıq ki, görəsən neçə qram alüminium xlorid turşusu ilə reaksiyaya girdikdə 3 qram hidrogen qazı ayrılır və tarazlıq pozulmur. 2 mol alüminium 54 qramdır və 3 mol hidrogen 6 qramdır. Bu tənasübdən biz x-i tapırıq 27. Yəni, bu 60 qram metal qarışığından 27 qramı alüminiumdursa, digər 33 qramı da misdir. Biz də misin burada kütlə payını tapmalıyıq. Omega mis bərabərdir. 33 bölünsün 60 vurulsun 100%. Bu da nə qədər edir? Çox maraqlıdır. Nə qədər edir bu? 55 mi eləyir? Oxşuyur. 55% oxşuyur. Bəli, 55% olacaq. Yəni, C variantı. 7-də deyir ki, oksigenden fərqli olaraq kükürt hansı maddə ilə reaksiyaya daxil olur? Yəni, oksigenlə reaksiyaya daxil olmur, kükürdlə reaksiyaya daxil olur. Bu karbon deyil, çünki karbon həm oksigenlə həm kükürdlə reaksiyaya girə bilir, həmçinin hidrogende. Xlor oksigenlə reaksiyaya girmir, amma kükürdlə reaksiyaya girir. Bəli, şərtdə də deyir, oksigendən fərqli olaraq kükürd hansı maddə ilə reaksiyaya daxil olur? Bəli, xlorun oksigenlə reaksiyası getmir, amma xlorun kükürdlə reaksiyası gedir. Ona görə cavab C variantı olacaq. Silisium hər ikisi ilə reaksiyaya girir, azot isə yenə hər ikisi ilə kükürdlə reaksiyaya girmir azot, oksigenlə reaksiyaya girir. 8-də nə deyir? Alınan maddədə azotun oksidləşmə dərəcəsi A, B, C. Üçünün cəmi 0 olarsa X-i müəyyən edin deyir. Deməli, amonium nitratı parçalayırıq. Alınır diazot monooksid və su. Burada oksigen mənfi 2-dirsə azot müsbət 1 dərəcə göstərir. A bərabərdir müsbət 1-ə. Sonra natriumun azotla reaksiyasından alınır natrium 3N. Biz bilirik ki, natrium bütün birləşmələrdə müsbət 1-dir. Deməli, burada azot mənfi 3 olmalıdır. B bərabərdir mənfi 3-ə. Və ABC-nin cəmi 0-dırsa, deməli, C də müsbət 2-yə bərabər olmalıdır. Yaxşı, bəs azot hansı elementlə reaksiyaya girsə müsbət 2 dərəcə göstərəcək? D variantında oksigenlə. Alınır NO, oksigen mənfi 2, azot müsbət 2. Ona görə D-ni götürürük. 9-da reaksiyaya daxil olan maddələr verilib. Biri turşudur, biri spirt. Təbii ki, bu reaksiyadan mürəkkəb efir alınmalıdır. Reaksiyaya girən turşu ilə spirtin emerləri bərabərdir. Reaksiyadan alınan efir molekulunda karbonun oksigenə olan kütlə nisbəti 9/8-dir. Biz bilirik ki, mürəkkəb efirlərin ümumi formulu bu cürdür. Yəni, burada 12N qədər karbonun kütləsidir, 32 də oksigenin kütləsidir. Əgər bu 9/8-dirsə, deməli 12N 36-ya bərabərdir, N də 3-ə bərabərdir. Mürəkkəb efir C3H6O2-dir. Bu deməkdir ki, bu mürəkkəb efirin alındığı turşu ilə spirtin molekulları cəmində 3 karbon atomu var. Yəni, ikisinin bir yerdə 3 karbon atomu olub. Biz hansı turşuları götürməliyik ki, burada emerlər də bərabər olmalıdır. Deməli, bu qarışqa turşusudur və etil spirtidir. Hər ikisinin emeri neçədir? 46-dır.
Qarışqa turşusunun da etil spiritinin də emeri 46-dır və bu reaksiyadan alınır HCOO2H5 mürəkkəb efiri, bir də su ayrılır. İndi efir üçün hansı ifadələr doğrudur deyir. Adı metil asetatdırmı? Xeyr. Etil formiatdır. 2-də deyir molekulunda 10 polyar rabitə var. Baxaq. HCOO CH2 CH3. Bu rabitələrdən biri qeyri-polyardır. Karbonlar arasındadır. Qalanları polyardır. Sayaq. Deməli, biri burada plus 2, plus 1, plus 1, plus 2 buradadır karbonla hidrogen arasında. Plus 3 də burada. Bir də sayaq. 1, plus 2, 3, plus 1, 4, 1, 5, plus 2, 7, plus 3, 10. Bəli. 10 dənə polyar rabitə var. Molekulunda 2 qeyri-polyar rabitə var. Xeyr. Sadəcə biri qeyri-polyardır. Ona görə 3 səhvdir. 4-də deyir natrium hidroksid ilə reaksiyasından natrium formiat alınır. Bəli. Qoyun onu da yazaq buradan. Deməli, etil formiatın natrium hidroksid ilə reaksiyası qələvi mühitdə hidroliz adlanır. Və bu reaksiya dönməyən, yəni axıra qədər gedən reaksiyadır. Bu reaksiyadan alınır spirtin özü, turşunun duzu. Qafiyə, spirtin özü, turşunun duzu alınır. HCOO natrium, bəli, natrium formiat. 2 və 4 doğrudur. B variantı olacaq. 10-cu sual. Polipropilen və poliizopren üçün ümumi olan nədir? Baxaq, polipropilen CH2, CH, CH3 en sayda. Bir də poliizopren CH2, C, CH3, 2 qat CH, CH2, N. Vulkanlaşa bilməsi ümumi deyil. Vulkanlaşa bilir poliizopren kauçukdur. Üstünə kükürt gələndə vulkanlaşma reaksiyası baş verir və nə alınır? Rezin alınır. Amma polipropilen kauçuk deyil, ona görə də o vulkanlaşa bilmir. B-də deyir elementar halqasında metil qruplarının sayı. Bax, elə bu doğru cavabdır. Hərəsində bir metil qrupu var. C-də deyir elementar halqasında sp2 hibrid orbitallarının sayı. Bu ümumi deyil, çünki polipropilendə sp2 hibrid orbital yoxdur, hamısı sp3'dür. Amma poliizoprenda 2 karbon sp2'dir. D-də deyir plastik kütləyə aid olması. Bu da poliizoprena aid deyil, polipropilene aiddir. Poliizopren kauçukdur, plastik kütle sayılmır. G-də deyir elementar halqasında hidrogen atomlarının sayı. Bunu da artıq gör özümüz görürük ki eyni deyil. 11'də nə deyir? Nitrat parçalanır, 3 dənə maddə alınır. Hansı maddələrdir bunlar? NO2, O2, H2O. Sonra X, Z ilə reaksiyaya daxil olur. Bu 3 dənə maddədən hansı bir-biri ilə reaksiyaya girə bilir? NO2 su ilə. Özü də qızdırıldıqda. İki maddə bir-biri ilə reaksiyaya girə bilirsə, yəni X, Z ilə reaksiyaya girirsə, deməli Y oksigendir. X və Z-in hansının NO2, hansının su olduğunu bilmirik hələ. Bu reaksiyadan da alınır HNO3 və NO. Yəni T ilə T alınır. Heç nə. T. Sonra bu T-də Y ilə reaksiyaya girir, X alınır. Y oksigendir. Deməli T-də NO-dur. NO oksigenlə reaksiyaya girir, NO2 alınır. NO2-ni X kimi qəbul ediriksə, su da Z-dir. Y, Z, T maddələrini müəyyən edin. Y oksigendir. Z sudur. T də NO-dur. Cavab A variantıdır. 12'də deyir ki, X maddəsini müəyyən edin. Bu X maddəsi karbonla xlorla reaksiyaya girir, amma azotla reaksiyaya girmir. Görək bu hansı arkadaşımızdır. Deməli X oksigen deyil, çünki xlorla reaksiyaya girmir. Hidrogen deyil, çünki hidrogen 3 ilə də reaksiyaya girə bilir.
Alüminyum. Alüminyum değil. Üçü ilə də reaksiyaya girir. Natrium hidroksid karbonla reaksiyaya girmir, ona görə olmaz. Su. Bəli, cavab elə sudur. Karbonla reaksiyasından alınır su qazı. Yazıram, karbon plus su alınır, CO plus H2 və bu qarışığa da deyilir su qazı. Xlorun su ilə reaksiyası isə iki cür gedir. Adi şəraitdə və qızdırdıqda. Adi şəraitdə xlorid və hipoxlorid turşuları alınır. Qızdıranda da xlorid və xlorat turşularının qarışığı alınır. 13. Hansı reaksiyadan alınan əsas qələvinin artıq miqdarında həll olur? Qələvinin artıq miqdarında həll olmaq söhbətini görən kimi gözüm nə axtarır? Amfoter bir maddə axtarır. Burada da sink metalı gözümə batır. Sink hidroksid alınır. Deməli, sink hidroksid amfoter əsas olduğuna görə qələvinin artıq miqdarında həll ola bilir. Yəni, natrium OH-ı 2 moldan da çox götürmüşük. Bizə lazımdır bu reaksiya üçün 2 mol, amma biz artıq miqdarda götürmüşük. Həmin artıq qalan natrium hidroksid sink hidroksidlə reaksiyaya girə bilir. Çünki sink hidroksid nədir? Amfoterdir. 2 yüzlüdür. Alkan 14-cü sualda verilib. Yox, alken verilib. Benzolun homologu verilib. Bir də doymuş bir atomlu spirt verilib. Üçünün də atomlarının sayı eynidir. Homoloji sırada yerlərini tapmalıyıq. Doymuş bir atomlu spirt əgər öz homoloji sırasının 4-cü nümayəndəsidirsə, kimdir bu? C4H9OH-dır. Yəni, neçə atomu var? 15 atomu var. Yəni, bu birlərinin də 15 atomu var. Görəsən, alken hansıdır ki 15 atomu var? C5H10-dur. Öz sinfinin 4-cü nümayəndəsidir. Eten, propen, buten, penten. Benzolun homologunun da 15 atomu varsa, bu da C7H8-dir. Bu da benzolun böyük qardaşı toluoldu. Yəni, öz sinfinin 2-ci nümayəndəsidir. 4-2. Cavab C variantıdır. 15. Qrafikdə 100 ml kalium xlorid məhlulundakı duzun tam elektrolizindən alınan maddələrin kütlələrinin zamandan asılılığı verilib. Nə gözəl. Tau anında ayrılan zetin kütləsinə əsasən duzun molyar qatılığını hesablayın deyir. Hesablayaq. Kalium xlorid məhlulunun elektrolizindən nə alınır? Katodda hidrogen, anodda xlor, məhlulda qalır kalium hidroksid. Əmsallaşdırsaq. 2 bura, 2 bura, sonra suya da 2 və salam. İndi bizə qrafikdə kütlə verilib. Alınan maddələrin kütlələrinə əsasən bu qrafik üzərində məsələni həll edəcəyik. Hidrogen 1 mol alınır 2 qramdır, xlor 1 mol alınır 71 qramdır, kalium hidroksid də 2 mol alınır, 1 molu 56-dırsa 2 molu 112 qramdır. Yəni, ən çox alınan qrafikdən də görünür ki, Z-dir. Yəni, Z kalium hidroksiddir. İndi sualın şərtində biz duzun molyar qatılığını tapmalıyıqsa, bizə duzun molu lazımdır. Bir də məhlulun həcmi lazımdır. Məhlulun həcmi verilib 100 ml, yəni onda 1 litrdir. Yazıram bura. V bərabərdir onda 1 litr. Bəs kalium xloridin mol sayı neçədir? Əgər qrafikdə 11,2 qram kalium hidroksidin alındığı verilibsə, neçə mol kalium xlorid elektrolizə uğrayıb? 2 molundan alınır 112 qram kalium hidroksid. Deməli, X-dan da 11,2 qram alınır. X bərabərdir 0,2 mola. Bəli, nü-nü də tapdıq. 0,2 mol. İndi C bərabərdir nü böl V düsturuna gedirik. Nü 0,2-dir, V 0,1-dir. Cavab da 2 mol böl litr və yaxud 2 molyar yaza bilərik. Böyük M hərfi ilə. C variantı. 16. Benzolun homologu. Molekulunda hibrid orbitalların sayı sp2-dir, sp3-dür. Aha, benzolun homologu
içində mütləq benzol həlqəsi var. Yəni neçə karbonu olursa olsun, onlardan 6-sı sp2 hibridləşməyə malikdir. Hər sp2-dən 3 hibrid orbital alınırsa, 6 dənə sp2 karbonun toplam 18 sp2 hibrid orbitalı var. A-nı 18 tapdıqsa, sp3 hibrid orbitalların sayı da 8-dir. Yəni buradan özünüz artıq nəticə çıxardırsınız ki, bu benzolun homoloqunda 2 dənə sp3 karbon var. Benzol həlqəsinə birləşmiş 2 dənə karbon var yəni. Toplam 8 karbon var. Şərtdə deyir, X-in molekulunda 2 ədəd birli karbon atomu varsa, onu beynəlxalq nomenklaturaya əsasən adını müəyyən edin. 2 dənə birli varsa, bu artıq nədir? Ksiloldur. Ya oksiloldur, ya M-ksiloldur, yəni metaksilol, ya da ki P-ksiloldur, paraksilol. Baxaq, tolol deyil, 7 karbonu var. Etil benzolda bəli 8 karbon var, amma 2 ədəd birli karbonu yoxdur. 1 ədəd birli karbonu var. İzopropil benzolun 9 karbonu var. Y variantı 1 metil 2 etil benzolun da 9 karbonu var. Cavab D-dir. 1,3 dimetil benzol. Yəni söhbət bu maddədən gedir. Tarixi adı ilə M-ksilol və yaxud metaksilol. 17. Suyun əmələ gəlmə istiliyi Q olarsa, X-Y fərqini hesablayın. Yanma istilikləri verilib propanın və propinin. Gəlin maddələri yandıraq. Propan. Hansı maddədir propan? C3H8. Yandırırıqsa alınır karbon qazı plus su. Əmsallaşdırıram. 3, 4, 5. Propanın yanma istiliyi 2218-dir. Propanın əmsalı da 1-dir. Yəni bu reaksiyanın istilik effekti 2218 kilojouldur. Keçirəm propinə. C3H4 plus oksigen, yenə alınır karbon qazı plus su. Əmsallar 3, 2, oksigeni də 4 yazırıq. Yenə propinin əmsalı 1-dir deyə, elə yanma istilik effektinə bərabərdir. Yəni 1944 kilojoul da bu reaksiyanın yanma istiliyidir. Daha doğrusu istilik effektidir. Biz bu maddələrin əmələ gəlmə istiliklərini tapmalıyıq. Bura X, bura Y yazıram. Oksigen bəsit maddədir. Əmələ gəlmə istiliyi 0 olur. Oksigenlərə baxmırıq. Karbon qazı. Əmələ gəlmə istiliyini məsələn qəbul edirəm A. Hər reaksiyada 3 mol karbon qazı varsa üstünə yazıram 3A. Və suyun əmələ gəlmə istiliyi şərtdə verilib Q. Birinci reaksiyada 4Q, ikinci reaksiyada 2Q yazıram. Buradan belə bir tənlik çıxardacağım indi. Birinci reaksiyada X plus 2218 bərabərdir 3A plus 4Q'ya. İkinci reaksiyada Y plus 1944 bərabərdir 3A plus 2Q'ya. Birinci reaksiyada deyə bilərik ki, X bərabərdir 3A plus 4Q çıx 2218. İkincidə deyirik ki, Y bərabərdir 3A plus 2Q çıx 1944. İndi X-dan Y-i çıxıramsa 3A'lar gedirmi? Gedir. 4Q'dan 2Q çıxıram. Yerdə qalır elə 2Q. Və mənfi 2218-dən də mənfi 1944-ü çıxıramsa nə alınacaq buradan? Hesablayaq. Bəli, mənfi 274 alınacaq. Yəni, cavab olacaq A variantı. 18 üçüncü qabda reaksiya getmirsə, X, Y, Z metallarını müəyyən edin. Üçüncü qabda reaksiya getmir. Üçüncü qaba daxil etdiyimiz metal
yəni Z metalı amfoter olsaydı reaksiya gedərdi, ya da aktiv metal olsaydı su ilə reaksiyası gedərdi. Deməli, Z nə amfoter deyil, nə aktiv deyil. Ona görə C-ni, D-ni silirəm. C-nin Z-i amfoterdir, D-nin Z-i aktivdir. Bəli, sink və kalium olsaydı 3-cü qabda reaksiya gedərdi. Ona görə onlar deyirlər. Birinci qabda mis-2 sulfat məhluluna X metalı əlavə olunub və bu qabdan hidrogen qazı ayrılıb. Deməli, bu aktiv metal olub ki, məhlulun suyu ilə reaksiyaya girib, hidrogen qazı ayrılıb. Yəni, X metalı sink ola bilməz. Sink olsaydı reaksiya bu cür gedərdi. Sink plus kuprum SO4 alınır. Sink SO4 plus mis. Hidrogen ayrılmazdı buradan. Amma natrium və ya kalsiyum olanda aktiv metallardılar deyə məhlulun suyu ilə reaksiyaya girirlər. Hidrogen qazı ayrılır. Həmçinin kalsiyumdan da duza yaxınlaşmır. Heç su ilə reaksiyaya girir. A və Y ola bilər. Keçirəm ikinci qaba. İkinci qabda da qələvi məhluluna Y əlavə olunub və hidrogen qazı ayrılıbsa, bu amfoter metal olacaq. Yəni, A variantının Y ola bilər. Sink plus natrium OH alınır natrium sinkat plus hidrogen. Bəli. 19. Reaksiyanın aparıldığı temperatur T1 20'dir, T2 X'dir. Reaksiyanın başa çatma müddəti 72-dən 8-ə düşüb. Tau 1, Tau 2. Bu nəyi bildirir? 72-dən 8-ə düşübsə başa çatma müddəti, deməli 9 dəfə azalıb. Bu deməkdir ki, reaksiyanın sürəti 9 dəfə artıb, yəni VT2 böl VT1 bərabərdir 9-a. Qammanı da veriblər 3. Belə bir düstur var. VT2 böl VT1 bərabərdir. Qamma üstü T2 çıx T1 bölünsün 10. İndi verilənləri qoyuram yerinə. 9 bərabərdir 3 üstü. X çıx 20 böl 10. 3 üstü neçə 9 eləyir? 3 üstü 2. Yəni X çıx 20 böl 10 bərabərdir 2-yə. X da bərabərdir 40-a. Cavab C. 20-ci sual. Maddə üçün hansı ifadələr doğrudur? Beynəlxalq nomenklaturaya əsasən adı butandiol 2,3-dür. Bəli, bu spirt 2 atomlu spirtdir. Əsas zəncirində də 4 karbon atomu var. İkinci, üçüncü karbonlara da hidroksillər birləşib. Ona görə butandiol 2,3 deyə bilərik. Molekulunda 12 polyar kovalent rabitə var. Baxaq görün. Burada yazım, baxın. CH3, CHOH, yenə də CHOH və CH3. Bu və bu. Bu rabitələr qeyri-polyardır. Yerdə qalanları sayaq. Burada karbonla hidrogen arasında 3 polyar var. Burada 1 polyar, burada 1 polyar, burada da 1 polyar. Sonra karbonla hidrogen arasında yine 1 polyar. Burada da ve burada 3 polyar var. Hesablasaq 3, 4, 5, 6, 7, 8, 9, 12. Bəli, düz oldu. 12 polyar kovalent rabitə var. Üçlü butil spirti ilə izomerdirmi? Xeyr, üçlü butil spirti bir atomlu spirtdir, amma bu 2 atomlu spirtdir. Ona görə izomer ola bilməzlər. Ümumi formulu belədirmi? Xeyr. 2 atomlu spirtlərin ümumi formulu CnH2nOH2-dir. Yəni bizə bir hidrogen artıq verilib. Doğrudur 1 və 2. B variantı. 21 deyir, propin molekulunda sigma rabitələri bütün rabitələrin neçə faizini təşkil edir? Propin hansı maddədir? Alkinlərin ilk nümayəndəsidir. Burada toplam neçə rabitə var? 8 dənə. 4'ünü burada görürsünüz. Digər 4 rabitə də hidrogenlərlə karbonlar arasındadır. Toplam 8 rabitədən ikisi pi rabitədir. 3 qatdan ikisi pi'dir axı.
Qalan 6 sigma rabitədir. 6-nı 8-ə bölüb faizə çevirəndə də alınır 75%. Cavab D. 22-ci sual. Reaksiyanı əmsallaşdırmalıyıq və verilən suallara cavab verməliyik. Dəmir 2 xlorid plus kalium xlorat, bertolli duzu plus xlorid turşusu alınır. Dəmir 3 xlorid plus kalium xlorid, digər adıyla silvin və su. Dərəcəsi dəyişən elementlər biri dəmirdir, 2-dən gedib 3-ə. Digəri də xlordur, müsbət 5-dən düşüb mənfi 1-ə. Elə kaliumun yanındakı xlora baxacam. Dəmir 1 elektron veribsə, yazıram, çıx 1 elektron. Xlor müsbət 5-dən düşüb mənfi 1-ə, plus 6 elektron. 6-nı dəmirə, 1-i də xlora. İndi 1-i yazıram kalium xloridə, 6-nı yazıram dəmirə, sola da 6 yazacağım dəmirə görə, kaliuma görə bertolli duzuna 1 yazacağım. Qaldı H xlorun əmsalı. İndi sağda var 19 xlor, solda görünür 13 xlor. 6 yazmalıyam ki, xlorlar bərabərləşsin. Suya da 3 yazmalıyam ki, hidrogenlər bərabərləşsin. Oksigenlərə baxaq. Solda 3 oksigen, sağda 3 oksigen. Deməli, düz əmsallaşdırmışıq. Oksidləşdiricinin əmsalı X-dir. Oksidləşdirici hansı maddədir burada? Kalium xlorat, bertolli duzudur. Reduksiya edicinin əmsalı 6 olacaq. Bu da dəmir 2 xloriddir. Suyun əmsalı 3. 1, 6, 3. Cavab C variantı olacaq. 23. Qələvi məhlulu X-dir, həcmi 500-dür, kütlə payı 20%-dir, sıxlığı 1,2-dir. Məhlulun molyar qatılığını tapmalıyıq. Aha. Yaxşı. Həcmi 500-dürsə, sıxlığı da 1,2-dirsə, V-ni 500 millilitr, Rho-nu da 1,2 qram böl millilitr veriblərsə, biz bunlara əsaslanaraq məhlulun kütləsini rahatlıqla tapa bilirik. M bərabərdir Rho V. 500-ü 1,2-yə vuranda 600 qram alınır. Məhlul 600 qramdır və kütlə payı 20%-dir. İndi burada biz məhlulun içindəki duzun kütləsini tapa bilərik. 600-ün 20%-i nə qədər eləyir? 120 qram. Və bunu çevirəcək mola. Əgər bu duzun emeri 40-dırsa, 120 qramı olacaq 3 mol. Nəyi tapmalıyıq? Molyar qatılığı. Hansı düsturla? C bərabərdir nü böl V düsturuyla. Nü-nü neçə tapdıq? 3 mol. V-ni neçə veriblər? 500 millilitr. Yəni yarım litr. Cavab neçə olur? 6. 6 molyar olacaq bu məhlulun qatılığı. 24. 3 fərqli maddə verilib cədvəldə. Bir də reaksiya verilib. XO-nun SO3 ilə reaksiyası. Gəlin o reaksiyanı yazaq. Sonra suala baxaq. SO3 alınacaq XSO4. Reaksiyaya daxil olan maddələrdən artıq qalmırsa, X-in nisbi atom kütləsini hesablayın. Baxın, cədvəldə verilib ki, bunun kütləsi M-dir, bu da M-dir, bu da 32-dir. İpucu SO3-ün emeridir. Emer SO3 bərabərdir 80-ə. Verilmiş ayirlərə əsasən tapa bilirik. Aha. Bu da onda 80 olacaq. Çünki M-dir kütlələr. Duzun da emeri 160 olacaq. Bizə verilib 32 qram. Nəyi tapmalıyıq? X-in nisbi atom kütləsini tapmalıyıq. Onu heç verməyə də bilərdilər əslində. Düzdürmü? Yəni 32-ni verməsələr belə biz tapa bilirik. XSO4-ün indi emeri 160-dırsa yazıram. Emer XSO4 bərabərdir 160-a. Bu nə deməkdir? X plus 32 plus 64 deməkdir. X plus 96 əgər 160-dırsa, X da 64-dür. 25. Hansı reaksiyalar getmir?
Karbonun su ilə reaksiyasını bayaq da yazmışdım, indi də yazıram. Gedir və su qazı alınır. 2. Karbonun xlorla reaksiyası getmir. Təkcə xlorla yox. Yox, başqa şeydir o, üzr istəyirəm. Silisiumun xlorla reaksiyası gedir. Silisium xlor 4 alınır. Silisiumun hidrogenlə reaksiyası getmir. Və silisiumun qatı nitratla da reaksiyası getmir. Silisium turşulardan fluoridlə reaksiyaya girə bilir. Getmir. 2, 4, 5. 26. Natrium və 62,4 qram etil yodiddən ibarət qarışıq verilib m qram qaz alınır. Natrium artıq miqdarda götürülübsə m-i hesablayın. Etil yodid C2H5 yoddur. Üzərinə natrium gəldikdə Würz reaksiyası baş verir. Bu zaman başlanğıc maddələrin hərəsini 2 mol götürməliyik və nəticədə 2 mol natrium yodid alınacaq. Bir də C2H5 radikallarından C4H10 alkanı alınacaq. Qaz elə budur. Butan. Etil yodidi biz 62,4 qram götürmüşüksə neçə qram butan alınıb? M qram. Gəlin elə biz də M yazaq. M qram butan alınıb. Etil yodidin MR-i lazım olacaq bizə. Buradan yazıram. MR etil yodid bərabərdir. 2 dənə karbon 24'dür. 5 hidrogen 5'dir. Yodda 127. Nə qədər elədi bu? 127, 532. O da 24, 156 elədi. Düzdürmü? Aha, 156. Yox, 2 mol oldu. 2 mol olduğuna göre yazacağım 312 qram. Butanın MR-i nə qədərdir bəs? MR C4H10. 4 vur 12, 48 plus 10 bərabərdir 58'ə. Və biz buradan bu tənasüblə M-i tapacağıq. Tənasübü həll eləyəndə özünüz də görürsünüz ki, M bərabərdir 11,6 qrama. 27. Uyğunluğu müəyyən edin. Maddələri tapmalıyıq. X, Y, Z. Birinci reaksiya C2H2 əgər aktiv kömürü gördüksə, burada asetilenin trimerləşməsi baş verir. Yazıram bura. Trimerləşmədən nə alınır? C6H6, yəni benzol. 1'ə Y uyğun gəlir. Sonra benzolun propenlə reaksiyası baş verir. Bu reaksiyadan alınır izopropil benzol. Yəni tarixi adıyla kumol. Görə hansını veriblər? Bəlkə ikisini də veriblər. Yox. D. İzopropil benzol veriblər. İzopropil benzolun da oksidləşməsindən nə ala bilirik? Ala bilirik fenol və ala bilirik aseton. Fenolu veriblər, asetonu verməyiblər. Sadəcə fenolla kifayətlənməliyik. Cavab bu cürdür. 1Y, 2D, 3B. Və çatdıq situasiyalara. X maddəsi laboratoriyada etanolun 180 dərəcədə qatı sulfat iştirakında dehidratlaşmasından alınır. Sənayedə də butanın katalitik crackingindən alınır. Sözü deyə bilmədim. Bu X maddəsi deməli etilendir. Kimyəvi formulu C2H4'dür. Beynəlxalq nomenklaturaya əsasən adı etendir. Etilen yox, eten. İkinci reaksiyanın tənliyini və oksidləşmə reduksiya reaksiyasının tipini yazın deyir. İkinci reaksiya nədir? Sənayedə butanın katalitik crackingi, yəni C4H10'u katalitik cracking nəticəsində C2H6'ya və C2H4'ə çeviririk. Bəli, bu oksidləşmə reduksiya reaksiyasıdır. Amma burada hidrogenin dərəcəsi müsbət 1 olaraq qalır. Karbonun dərəcəsi dəyişir. Karbon bir yerdən 2 yerə dərəcəsini dəyişirsə, bu nə cür reaksiyadır? Öz-özünə oksidləşmə reduksiya reaksiyasıdır.
Başqa adla buna nə deyə bilərik? Disproporsiya deyə bilərik. Düzdürmü? Öz-özünə də deyə bilərik. Disproporsiyada. Sonra 30-da deyir ki, birinci reaksiyanın tənliyini yazın. Yazaq. Sonra oxuyarıq, davam edərik. Birinci reaksiya nə idi? Etanolon, yəni C2H5OH-ın 140 dərəcədən yüksək temperaturda, yəni 180 dərəcədə məsələn, qatı sulfat iştirakında dehidratlaşması. Buradan suyu ayırırıq, qalır eten. Yazdıq. Əmsallaşdırmağa ehtiyac yoxdur. Bu reaksiyadan 40% çıxımla 5 mol X maddəsi alınıbsa, etanolon kütləsini hesablayın. Baxın, 40% ilə əgər 5 mol X maddəsi alınıbsa, görəsən 100% ilə neçə mol X maddəsi alına bilərdi? Neçə mol eləyir? Hesablayaq. X bərabərdir 500 bölünsün 40. Buna qədər eləyir? 12.5 mi? 12.5 mol X maddəsi alınıb. Nəyi tapmalıyıq? Etanolon kütləsini tapmalıyıq. X qram. Etanolon emeri nə qədərdir? 24, 30, o da 16. 46-dır. 46 qramdan 1 mol eten alınır. Bəs neçə qramdan 12.5 mol eten almaq olar? Tənasüblə tapırıq. X bərabərdir 46 vurulsun 12.5. Bu nə qədər eləyir? 575 qram. Vəssalam. Bitdi. Bu qədər. Hamısını tapdıqmı? Tapdıq. Növbəti videolarda görüşənədək salamat qalın.